Azərbaycan Milli Elmlər Akademiyasının Riyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə AMIA-nın müxbir üzvü Elşad Qurbanova ölkəmizdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə AMIA-nın fəxri fərmanı təqdim olunub. İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında 28 yanvar 2026-cı tarixli sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli vurğulayıb ki, son illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Nəsimi ilə, Nizami Gəncəvi ilə, Heydər Əliyev ilə elan olunub. Həmçinin bir çox tarixi görkəmli şəxsiyyətlərin yubileyləri yüksək səviyyədə qeyd edilib. Akademik İsa Həbibəyli cari il ərzində Xaqani Şirvaninin Töhfətül İraqeyn əsərinin şərhlər verilməklə ilk dəfə çap olunacağını diqqətə çatdırıb. Qeyd olunanları nəzərə alaraq AMIA-nın elmi bölmələrinə, müəssisə təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Xaqani Şirvaninin 900 illiyinin qeyd edilməsi ilə bağlı AMIA-nın tədbirlər planının hazırlaması üçün təkliflərin Riyasət Heyətinə təqdim edilməsi qərarı alınıb. İclasda müzakirə edilən növbəti məsələ 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı hazırlığın vəziyyəti haqqında olub. Riyasət Heyətinin qərarı ilə 1-ci Türkoloji Qurultayın 100 illik yubileyini hazırlıqla bağlı akademik İsa Həbibəylinin sədrliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında komissiya yaradılıb. İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsim adına Dilçilik İnstitutunun toponimika şöbəsinin adının dəyişdirilərək onomastika adlandırılması haqqında olub. Müzakirələrdən sonra Riyasət Heyətinin qərarı ilə AMIA-nın Nəsim adına Dilçilik İnstitutunun toponimika şöbəsinin adı dəyişdirilərək onomastika şöbəsi adlandırılıb. İclasda həmçinin AMIA-nın Riyasət Heyəti aparatının İnsan Resursları şöbəsinin müdürü, filologiya və fəlsəfə doktoru Aynur Mahmud Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı məlumat verib. Daha sonra AMIA-nın Riyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər şöbəsinin yeni əsasnaməsi təsdiqlənib. Həmçinin AMIA-nın akademik katibi, akademik Arif Həşimov Türkiyədə Beynəlxalq Qaradəniz Rize Aydar forumunda iştirakının yekunları haqqında məlumat verib. İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Arif Həşimov, AMIA-nın müxbir üzvü qurban yetirmişdi. Professor Kərim Şükürov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Leyli Naimi qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.